Paho. Bu Molla Nəsrəddinin işləri adamı öldürər də. Bir gün Molla yolla gedərkən görür ki, küçədə balaca bir uşaq əlində 3 dənə par-par yanan qızıl sikkə ilə oynayır. Molla öz-özünə deyir, ayda, bu uşaq qızılın qədrini nə bilir axı? Gedim onu aldadıb, qızılları əlindən alım. Molla üzünə çox şirin, belə məsum bir təbəssüm qondarıb uşağa yaxınlaşır. Ay bala, o əlindəki sarı dəmirlər ağır deyə cibini cırar valla. Gəl sən onları ver mənə, mən də sənə əvəzində qəşəng, dadlı şirniyyət alım, hə? Amma uşaq Mollanın hiləsini dərhal başa düşür. Özünü isə o yerə qoymur. Cibindəki qızılları cingildədərək gülümsəyir. Verərəm, Molla əmi. Amma bir şərtim var. Bir şərtim var. Əgər mənim üçün düz 3 dəfə eşşək kimi bəkdən anqırsan, bu 3 qızılın 3-ünü də sənə verəcəyəm. Molla ürəyində sevinir. Vay, 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 nə asan iş. Uşaqdır da aldadıram. Dərhal diz çökür, keçir 450 vəziyyətə və kəndin ortasında var gücü ilə 3 dəfə anqırır. A, Sonra üst başını çırpa-çırpa ayağa qalxır və tamahkar baxışlarla əlini uşağa uzadır. Hə bala, şərtini yerinə yetirdim, anqırdım. İndi ver o qızılları bura. Uşaq qızılları dərhal öz cibinə qoyur və qaça-qaça uzaqlaşarkən arxaya boylanıb qışqırır. Ay Molla əmi, sən bu boyda eşşək ola-ola o sarı dəmirlərin qızıl olduğunu və dəyərini anlayırsan. Mən ağıllı uşaq, niyə anlamayım ki, onları sənə vereyim? Ay səni, balaca şeytan.